deyir ki, mən pişmiş ət yiyəcəm, ocaq məndə qalsın. O niyə bunu axtarmağa başlayır? Niyə insan axtarır? Bu beyində hansı proseslərin nəticəsidir? Aydın. Birinci növbədə və ilk növbədə həftənin sonu, çətin iş günündən sonra həqiqəti axtarmaq üçün bura gələn bu alim təfəkkürlü insanları salamlayıram və bunlar da məhz axtarmaq, yeni informasiya tapanda zövq alan insanlardır və hər biriniz gələcəkdə dahi olmaq şansınız var. Bunu mən bu çətin bir vaxtda, bu dorğun anda... 3 hədiyyəmiz var. Bu hədiyyə kartıdır. Siz həmin hədiyyə kartından istifadə edib Librafdan özünüzə kitab ala bilərsiniz. Foyədə də Librafın Bizim həyatımızın yeni bir parçasıdır. Mən hal-hazırda sizə öz fikrimi çatdırmaq üçün bizim robotumuza sözüm veririk. Bu sizin üçündür. Hal-hazırda bizim robot tərəfindən sizə bir təşəkkür ifadəsi göstəriləcək ki, görürsünüz, bu günlərin artıq robotlar bizim həyatımızdadır. Onlar təşəkkür eləməyi, insan davranışlarını öyrənməyi və jest eləməyi artıq bacarır. Bəli, bu günlər biz texnologiyalardan danışarkən ilk öncə onu qeyd etmək istəyirəm ki, mənim adım Agil Ömərli, Smart Control şirkətinin rəhbərliyəm. Şirkətimiz Azərbaycan bazarında ağıllı ev və ağıllı bina texnologiyalarının, həmçinin robot texnologiyalarının adaptasiyasını Azərbaycanda effekt verəcəkmi, onu tanıb zaman göstərəcək. Çünki xarici investisiyanın cəlb olunması, xarici investisiya üçün Azərbaycan nə qədər maraqlıdır, birinci bu sual tapmaq lazımdır ondan sonra. Amma ümumilikdə uzun müddət perspektivdə nəsə müsbət bir şey gözlənilə bilər, amma tam rəqəmlərə baxandan sonra deyə bilər. Teşekkür ederim. Bir sual versin. Hə, lap sürətdə. Deməli, ümumiyyətlə danışdığımız modellərdə yaxşıdır. Xarici investisiyadan necə gözlədir? Niyə daxil investisiya stimullaşdırılır? Birinci məsələ budur. Bizdə anlayış odur ki, yalnız xaricdən gəlib kimsə investisiya daxili investorlara verilən dövlət tərəfindən dotasiyalı delbərə gedir. Daxili investisiya üçün, bax, mən dediyim məsələlər, həmin o bank faiz kreditlərini stimullaşdırmaq. Biz bunu etmirik. Biz daxili investisiya potensialımız, xarici, biz 10 milyonluq basar bunu başa düşmək lazımdır. Heç bir investora xarici 10 milyonluq basar bir o qədər də maraqlı olmaya bilər, dəyişir faktorlar. Amma biz birinci daxili investisiya fokuslanmalıyıq. Mən sizə onu deyim. Və ona görə nə etmək lazımdır, onun bir hissəsini deyim, onun bir hissədə dissertasiyada coming soon, yəni onu görsün. O ki, qaldı universitetlər. Universitetlərin regiona keçməsi, istehlakın artırılmasına falan gətirə bilər, yəni, ümumilikdə. Amma bu, bəşəri bir dəyişikliyə inanmıram səbəb olsun və təhsil sistemi dəyişməyində səbəb olacaq. Bəlkə biraz tıxacılarda biraz azalmaq olur, onu deyə bilmərəm. Amma nə investisiya mühitinə, nə də ki, düşünürəm ki, ali təhsil sisteminin özünün dəyişməsi də fövqəl bəşəri bir dəyişikliyə səbəb olmayacaq. Mənim kimi bilir. Təşəkkür edirəm. Salamlar, Həvva Səfərova. Banklar tərəfindən 2 sahə var, hansı ki, hörmətsiz sayılır. Hər ikisini də öz biznesində birləşdirmişəm. Bu turizm. Azərbaycanda effekt verəcəkmi, onu tanıb zaman göstərəcək. Çünki xarici investisiyanın cəlb olunması, xarici investisiya üçün Azərbaycan nə qədər maraqlıdır, birinci bu sual tapmaq lazımdır ondan sonra. Amma ümumilikdə uzun müddət perspektivdə nəsə müsbət bir şey gözlənilə bilər, amma tam rəqəmlərə baxandan sonra deyə bilər. Teşekkür ederim. Bir sual versin. Hə, lap sürətdə. Deməli, ümumiyyətlə danışdığımız modellərdə yaxşıdır. Xarici investisiyadan necə gözlədir? Niyə daxil investisiya stimullaşdırılır? Birinci məsələ budur. Bizdə anlayış odur ki, yalnız xaricdən gəlib kimsə investisiya daxili investorlara verilən dövlət tərəfindən dotasiyalı delbərə gedir. Daxili investisiya üçün, bax, mən dediyim məsələlər, həmin o bank faiz kreditlərini stimullaşdırmaq. Biz bunu etmirik. Biz daxili investisiya potensialımız, xarici, biz 10 milyonluq basar bunu başa düşmək lazımdır. Heç bir investora xarici 10 milyonluq basar bir o qədər də maraqlı olmaya bilər, dəyişir faktorlar. Amma biz birinci daxili investisiya fokuslanmalıyıq. Mən sizə onu deyim. Və ona görə nə etmək lazımdır, onun bir hissəsini deyim, onun bir hissədə dissertasiyada coming soon, yəni onu görsün. O ki, qaldı universitetlər. Universitetlərin regiona keçməsi, istehlakın artırılmasına falan gətirə bilər, yəni, ümumilikdə. Amma bu, fövqəl bəşəri bir dəyişikliyə inanmıram səbəb olsun və təhsil sistemi dəyişməyində səbəb olacaq. Bəlkə biraz tıxacılarda biraz azalmaq olur, onu deyə bilmərəm. Amma nə investisiya mühitinə, nə də ki, düşünürəm ki, ali təhsil sisteminin özünün dəyişməsi də fövqəl bəşəri bir dəyişikliyə səbəb olmayacaq. Mənim kimi bilir.
Təşəkkür edirəm. Sağ olun. Minnətdaram. Salamlar, Həvva Səfərova. Banklar tərəfindən 2 sahə var, hansı ki hörmətsiz sayılır. Hər ikisini də öz biznesində birləşdirmişəm. Bu turizm, Cümlə qurmaq və s. Ona baxırsan. Amma orada sənin bir gücün yoxdur. Çünki bir nəfər sadəcə kaprizə olub, amma sən bugün efirdə olmayacaqsan və ya sən elə çox danışırsan, yəni bir sürü iş var. Yəni sənin nəyinsə haqqında hüququnu müdafiə etməyi səni çox danışan edir. Əgər sən çox danışırsansa, sən uzaqlaşdırılmalısan. Ərizə yazdığım günüdür, çünki orada verdiyim qərar mənim əlimdə idi. 2010 avqustun bilim yoxdur, sürücülük vəsiqəm yoxdur, qaydalarla bağlı anlayışım belə yoxdur. Amma mən sizə bunu sübut edəcəm. Nə edəcəm? Açacam e-qanunu, bütün 40-a yaxın qanunverici aktı, Nazirlər Kabinetinin qərarı oxuyacam, kommentariyasını tapacam və s. və s. və s. Və mən sizdən güclü olduğumu sübut edəcəm ki, siz səhv edin. Birinci avtostopda danışdığım məsələ mənim onlara sübutum idi ki, sizi peşman edəcəm bunu. Əslində mən sizə çox lazım idi. Amma daha sonra artırırsınız. Sizə bunu maaş kimi vermirlər. Siz sadəcə özünüzü ehtiyac, o dediyin kimi var, özünə şirkət kimi yaranır. Sənə ehtiyac yaranmalıdır əmək bazarında və sənə də o ödənişi, o pulu da verməlidir. Amma bizə axı sözün açıq öyrətməyiblər. Hədəf qoymağı bizə heç kim öyrətməyir. Yaxşı ki, qərb ədəbiyyatı var. Oradan başlamışıq öyrənməyə. Sonra biraz yapanların ikiqayisindən, Kaydzendən öyrənmişik. Robert Greene'in bir kitabı var, Ustadlıq tərcümədə, Ustadlıq adlanır. O kitabda da, bir də Steven Pressfield Sənət Müharibəsi. Bu güc, strategiya, məqsəd, strateji düşünmə ilə bağlı olan şeydir. J. Papazan Librafda var, burada da satışlarda bir şey. Yəni, oxuya biləcək, dəfələrlə oxuyub, təkrar oxuyub, qeyd edə biləcəyiniz mükəmməl kitablardan biridir. Zamanımız dolmur, mən icazə versənsə son sözə bir keçid edeyim. Olar, nə qədər çalışdım ki, əzbərliyəm. Çox maraqlı bir şey oxudum keçən dəfə və çox istəyirəm bölüşüm onu. Deyir ki, Joa adlı bir adam Raymondu dəlicəsinə sevən Teresa'ya aşiq idi. Söhbət o Raymonddan gedir ki, o Maria'nı sevirdi. O Maria ki, Joachim'e ürəyini vermişdi. O Joachim ki, Lily'ni sevirdi. Söhbət o Lily'dən gedir ki, o heç kimə aşiq deyildi. Joa Amerikaya getdi, Teresa kilsədə işə başladı, Raymond da qəzada öldü, Maria yaşlanıb qocalana qədər evlənmədi, Joachim özünü öldürdü və Lily J. Fernandez Pinto ilə evləndi. O J. Fernandez Pinto ki, heç hekayədə belə yox idi. Bunu sizə çox sağ ol demək üçün oxudum, çünki J. Fernandez Pinto kimi bizim bir-birimizin həyatında deyildik və söhbətgah vasitəsilə bir-birimizin həyatına daxil oldum. Ona görə də sizə təşəkkür edirik. Və buradan növbəti tədbirin anonsunu veririk. Daha böyük zalda, artıq payızda, daha böyük zalda, daha çox insanla və daha çox qonaqla və daha çox panellə Heydər Əliyev adına sarayda görüşərik.